Verilişin baş sponsoru Kalsi D3 Nikamet. İdman həkimi, fizioterapevt Fərid Səlimovun sponsorluğu ilə Ay Həkim verilişinə baxırsınız. Salam, hər vaxtınız xeyir olsun əziz tamaşaçılar. CBC Sport'a baxırsınız. Ay Həkim efirdədir. Studiyada Doktor Tutu Zeynalovadır. Bugün bir neçə veriliş öncə danışmışdıq əslində bu mövzuda, bu mövzu ətrafında. Amma bugün istəyirik ki, bu mövzu ətrafında fikirləri həkimdən alaq. Mövzumuz veyplərdir, elektron siqaretlərdir və onların sağlamlığa nə dərəcədə zərərli olub-olmadığıdır. Çünki bəzi insanlar düşünür ki, mən siqaret çəkmirəm, bunun əvəzinə veyp çəkirəm, elektron qəlyan çəkirəm və bu həm bəzi xanımlar düşünür ki, bu onları cool göstərir, bəzi xanımlar düşünür ki, bu da onların sosial həyatının bir parçasıdır. İstənilən halda həkimlər və Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi xüsusilə bu məsələni gündəmə gətirdi və veyplərin sağlamlığa zərəri barədə əhaliyə xəbərdarlıq etdi. Və elə bu məqsədlə də bugün Ay Həkimin qonağı Elmi Tədqiqat Ağciyər İnstitutunun həkim pulmonoloqu Günay xanım Əliyevadır. Günay xanım, xoş gəlmişsiniz. Çox şadam sizi görməyimə studiyamızda və nəhayət görüşdük. Necə deyərlər? Bugün biz daha doğrusu sizdən öncə İradə xanımla bu mövzu ətrafında danışmışdıq. Veyplərin tərkibi, zərərli maddələr və s. Mən istəyirəm ki, biz bir də tibbi aspektdən baxaq bu məsələyə ki, veyplər, elektron siqaretlər doğrudan da adi siqaretdən daha mı zərərlidir, yoxsa ilanın ağına da nələt, qarasına da nələt deyənlərdənsiz. Sizdən müraciətlər yəqin ki, bu mövzuda daha çoxdur, daha çox siz görürsünüz bu veyp istifadəçilərinin veypingin fəsadlarını deyək ki, daha çox siz görürsünüz. Buna görə də bir mütəxəssis gözü ilə veyplər və normal siqaretlər müqayisə edək və tamaşaçılara bu haqda ətraflı məlumat verək mümkünsə. Öncəliklə Tutu xanım, xoş gördük. Təşəkkür edirəm dəvətiniz üçün. Həqiqətən bugün gündəmdə olan bir məsələdir. Elektron siqaretlər, veyplər və bunun digər müxtəlif növləri, nargilələr, xüsusən kampaniya adı altında tədbirlər və bu hallar ən çox gənclər arasında artması həqiqətən həyəcan təbliğ siqnalıdır. Deyərdim ki, yeni dövrümüzün bəlkə yeni bir epidemiyasıdır bu və özü ilə bərabər zərərlərini gətirir. Əslində, bir baxsaq, həyatımıza daxil olması ilə uzun müddət deyil elektron siqaretlərin. Siz də məlumatlısınız ki, elektron siqaretlər bizim həyatımıza düzdür, tarixi 1963-cü ildə bünövrəsi qoyulsa da, ilk patent alması 2003-cü ildən başlayıb. 2003-cü ildə Çinli klinik farmakoloq tərəfindən patentləndirilmiş və ilk öncə Çində, daha sonra isə 2004-2005-ci illərdə Amerikada və daha sonra Avropa və digər ölkələrə yayılması başlamışdır. Və elektron siqaretlər və onun digər növləri, bir alt tipləri, subtipləri əslində bir marketinq növüdür. Bir baxarsaq, artıq adəti olunmuş ənənəvi siqaret növlərinin zərərləri kifayət qədər çox danışıldığı zaman bunun bir alt variantı, daha sonra bir digər alt variantı deyə marketinqə sunulur əhaliyə. Yəni özlərinə rəqib yaradırlar əslində. Bu bir marketinq qaydalarıdır deyək. Lakin sağlamlıq baxımından baxırıqsa, biz öncə baxmalıyıq o bizim həyatımıza nə adı altında daxil oldu. Tütünsüz həyat, sağlamlığınız dəyərlidir. Biz əslində sizi siqaretdən uzaqlaşdırmaq istəyirik. Yəni, xoşməramlı niyyətləri var idi. Bu da təbii ki, bu xoşməramlı sloqanları onları çox tez bir zamanda cəlb etdi insanlar tərəfindən. Və ilk baxsaq, ilk icad olunan elektron siqaretlər görünüş adi siqaretlərə oxşuyurdu. Bu insanları psixoloji rahatladırdı və özlərini inandırırlar ki, daha az zərərli bir məhsulla öndədirlər. Lakin nəzərə almaq lazımdır ki, zərər dozadan asılı bir faktor deyil bəzi hallarda, xüsusən kanserogen hallarda zərər dozadan asılı deyil. Nə qədər də müqayisələri ilk baxışda, məsələn, 2011-ci ilə qədər olan tədqiqatlara biz nəzər saldığımız zaman görürük ki, həmin müddətdə yazılan yazıların bir çoxunda
ucu açıq qalıb mövzuların. Ön planda ilk 12 ay ərzində istifadə edənləri və istifadə edənlərin ənənəvi siqaretdən uzaqlaşması anket üzərindən aparıldığı üçün bunlara fəsis anketlər deyirlər. NTS-lərin istifadəsi, yəni nikotin ötürücü vasitələrin istifadəsi zamanı bunları görmək olur. Amma bunlar real rəqəmlər deyildir. Çünki qısa müddət ərzində biz hər hansısa bir bu şəkildə məhsulun dəyərləndirilməsi o çox qısa bir vaxt idi. Və həmin dönəmdə tütün məhsulları sırasına daxil olunmurdu. Tütünsüz olduqlarını iddia etdikləri üçün. Bəli, tütünsüz ola bilərlər, amma nikotinsiz deyirlər. Tütünün ən zərərlərici maddəsi nikotin idi. Yəni, bu nikotinsiz deyildi. Nikotinsiz formalarının tərkibində belə zərərli digər maddələr aşkar olundu sonradan. Əgər hələ həmin dönəmdəki insanları cəlb etmə taktikasına baxsaq, cəlb etmə taktikaları sürətlə vüsət almasına və sürətlə vüsət aldığı zaman artıq müəyyən yerlərdə erkən zərərli effektlərin ortaya çıxmasına və necə deyirlər, çatlamağa başladı. Oradan səslər yüksəlməyə başladı. Bir vaka, ikinci klinikal, üçüncü klinikal yüksəldikcə zərərli tərəfləri araşdırılmağa, dəyərləndirilməyə başladı. Bu vapingin fəsadları deyəndə biz nəyi nəzərdə tuturuq? Niyə çağırış edirik ki, vaplərdən, həmçinin siqaretlərdən uzaq durun? Yəni, nədir vapin adi siqaretdən vape daha təhlükəli edən və yaxud eyni elə siqaret qədər təhlükəli edən xüsusiyyətləri nədən ibarətdir? Hansı xəstəliklərin yaranmasına biz dəvətnamə göndəririk vapelərdən istifadə edərək? Tutu xanım, həqiqətən baxanda biz öncə müqayisəli bir şəkildə baxaq. Ənənəvi siqaretlərin quruluşunu hər birimiz bilirik. Kiçik bir filtr hissəsi, içərisində tütün hissəsi və s. Vapelerin, elektron siqaretlərin quruluşuna baxaraqsa, bunun 3 hissəli. Öncə bir konteyner hissəsi var, mayenin saxlayan hissəsi, qızdırıcı hissəsi, batarya hissəsi. Bu hissələr olduğu müddətcə bunlar yanma məhsulları əmələ gətirirlər. Sonraki birazdan danışarıq, sonraki nəsilləri necə yarandı, isidilmə növləri və s. Və bu hissədə ağır metalların da ayrılması getməyə başladı. Bu maye içərisində nəyi saxlayırdı? Maye əslində içərisində tək-tək baxarsaq zərərsiz maddələri saxlayır deyə müdafiə var. Normalda propilen glikol, deyək ki, sağlamlığa zərərsiz hesab olunur, düzdürmü? Lakin bu isidildiyi zaman, yandığı zaman ortaya çıxan bu buxarda, bu aerozolda nələr var və əgər bu glikol dediyimiz maddə düzgün qayda ilə əldə olunmuyubsa, bitki mənşəli deyilsə, orqanizmə kifayət qədər zərərlidir bunlar. Hələ aromatizatorlarını deyək, onların tərkibində dadlandırıcılar da özünüz bilirsiniz. Müxtəlif darçın dadlısı var, alma dadlısı var bu vapelerin. Bunların birbaşa təsiri və zərərlərini biz 2 hissəyə böləndə daha aydın başa düşürük. Birbaşa təmasla İlk etapda yaranan zərərləri var bunların. Bunlar erkən dönəm zərərləridir, kəskin zərərlərdir və bunların uzun dönəm zərərləri var. Çünki istifadə etdiyimiz maddənin baxdığınız zaman tərkibində maddələr var. Aseton var, karbon monoksit var, naftalin var, akroloin var, hidrosilfit var, metanol var və kifayət qədər bunların hansı sahədə istifadə olunduğunu bilirik. Ən elementarından götürək, dinləyicilərimiz üçün asan olsun. Aseton nədir? Qadınların dırnaq üzərində istifadə edilən boyadını çıxarmaq üçün və ya ustaların müəyyən yerlərdə istifadə etdiyi kimyəvi bir maddədir. Qoxusu belə kəskindir. Düşünün ki, o xırda miqdarda hər elektron siqaret qəbul etdiyiniz zaman bədənə daxil olur. Kiçik miqdarlarla daxil olur. Və gedir oturur akciğərlərimizə. Bəli. Deyək ki, bunu qəbul edirik. Və ya naftalin, bilirsiniz, güvələrdən qorumaq üçün olan maddədir, istifadə olunur, hər bir şəxs tanıyır. Ki, onun da istifadəsi qadağan olunur. Bəli, artıq qadağan olunur və düşünün ki, siz o maddəni xırda bədəninizə yeridirsiniz. Və digərləri də həmçinin onun sırasından. Bunlar xırda bədəni yeridiyi zaman onsuz da yavaş-yavaş öz işini orada görmüş olur və siz bir müddət sonrasında qarşınıza çıxır xəstəlik olaraq. Bir gündə yaratmır, bunu hassas yaradır. Bir də kəskin dönəm yaratıcıları var. Bunlar da əsasən tərkibində bunlar tokoferol saxlayırlar, vitamin Y-nin çevrilmiş bir formasını. Bir də bəzi elektron siqaretlər vapelerin tərkibində tetrakannaboil maddəsi var ki, bu maddə də birbaşa olaraq ağciyər toxumasına zədələyici təsir göstərir. Və efir yağları var, bu iyiliyi dadlandırıcı. Bu efir yağları özləri də isidildiyi zaman, buxarı ilə nəfəs aldığınız zaman birbaşa ağciyərlərə kimyəvi zədələyici təsir göstərir. Və bu
bu təsirlər gəldi günün birində. İlk olaraq Çindən sonra daha çox istifadə olunan yerlərdən biri Amerika olduğu üçün gənclər tərəfindən orada irqdə müxtəlif millətlər olduğu üçün istifadəsinin geniş yayılması gəldi 2009-cu ildə ilk mərd bir yayım gəldi ki, kəskin ağciyər zədələnməsi verir istifadə. Və bu kəskin ağciyər zədələnməsi gəldikdən sonra bunu xüsusi olaraq Evali sindromu adlandırdılar. Bəli, elektron siqaretlərin kəskin ağciyər zədələnməsi yaradılması, bu xəstələrdə təngi nəfəslik, öskürək olur, sonra sinədə ağrı, ürək bulanma, diareya hətta müşahidə olunur bəzi ağrılaşmış hallarda bildiyim qədərilə. Yəni ki, belə şikayətlər olur. Haqlısınız Tuğan. Bu əlamətləri indi dinləyicilərimiz aydın olsun, digər müxtəlif xəstəliklərdə də görə bilirik əslində. Pneumoniyalarda, deyək, müxtəlif viral pneumoniyalarda bu əlamətləri görə bilərik. Həmən eynidir. Yaxşı, fərqimiz nədədir? Burada da temperatur belə ola bilər, yəni fərqimiz nədədir deyək. Bu xəstələrin anamnezinə baxdığımız zaman anamnestik olaraq pasiyentlərin hər birinin ortaq özəlliyi son 2-3 ayda veyplərə başlaması olmuşdur. Və digər faktorlar, ağciyər zədələnməsi verəcək faktorlar istisnadır. Və xəstələrdə müxtəlif klinik görüntü var. Radiolojik olaraq baxdığınız zaman ağciyərin rentgen görüntüsündə iki tərəfli infiltrasiyaların olması, KT görüntüsündə baxırsınız Glass-Grund apozitələrin olması, buzlu şüşələrin olması, konsolidasiyaların olması, xəstələrdə sürətlə inkişaf edən bir tənəffüs çaşmazlığı var. Xəstələrdə təngi nəfəsi davam edən saturasiyaların düşməsi və bu pasiyentlərin bir çoxu gənc pasiyentlər olmuşdur. Və 2022-ci ildə 2019-dan gələn bütün klinik hallar toplanmış, BMJ-də tədqiqat raporu olaraq paylanmışdı. Həqiqətən də göstərilmişdir ki, müxtəlif yaş qrupları üzrə, xüsusən düşən xəstələrin sayı hesabından 2800-ə yaxın vaka klinik hal dəyərləndirilmişdir. Və görülmüşdür ki, bunlar içərisində həyatını itirənlərin faizinin az olmasının səbəbi, xəstələrin çoxsunun gənc olması, yanaşı xəstəliyinin olmaması, itirənlərin bir çoxunun piyələnmədən metabolik sindromdan əziyyət çəkmiş olması faktoru var. Və bu, onun ölüm faizinin aşağı olmasının aldadıcı olduğunu sübut elədi. Əslində, kifayət qədər ciddi patologiyadır. Düşünün ki, 20'li yaşlarda bir insanın ciddi 50-60% üzəri ağciyər zədələnməsi yaşasın və bundan sağalsa belə, bundan sonraki həyatı üçün təbii ki, ağciyərlərinin daha çox qorumalı olacaq, daha çox həssas olacaq onun ağciyər toxuması. Biz bilirik ki, bütün sağalmalar öncəki hal deyil, bir yeni halıdır. Ona görə daha həssas olur bu insanlar. Bir də məncə burada ağrılaşmaların daha bir səbəbi ondan ibarətdir ki, siqaret çəkəndə siqareti çəkirsən, bilirsən ki, hə, bitdi. Amma bu veyplər davamlı, sanki belə oyuncaq kimi bütün insanların, xüsusilə xanımların əlindədir bütün günü. Hara oturdular, hara çatdılar, veyp çıxardılar. Elə bir dəmdir. Veypi olmayan müasir deyil, veypi olmayan cool deyil. Və limitsiz sanki çəkirlər. Çünki onun limitinə dair də bir məlumat yoxdur ki, hə, bunu məsəl üçün bir gündə 3 dəfə, 5 dəfə çəkə bilərsən və yaxud nə bilim 3 dəqiqə çəkə bilərsən. Bütün günü bu veyp bunların əlindədir və ola bilərmi ki, bu da səbəb olsun ağrılaşmalara? Həqiqətən limitin olmaması. Bu faktor çox vacib faktordur. Əslində ilk başda deyirdilər ki, biz ənənəvi siqareti atmaq üçün bir vasitəyik. Gəlin baxın, həqiqətən vasitədirmi? Yox deyil, qətiyyən deyil. Əksinə elə bir asıllıq yaradır ki. Niyə deyil? Çünki anketlər üzərindən tədqiqat aparıblar və apardıqları tədqiqatın 2017-dən sonraki tədqiqatın nəticələri, PATS anketləri deyilən hazır anketlər üzərindən aparıblar. Neçə aydır ənənəvi siqaret atmısınız? Gündə nə qədər veyp istifadə edirsiniz və ya gündə neçə elektron siqaret çəkirsiniz? Və bütün, ondan sonra özünüzü necə hiss edirsiniz? Özünüzü səhər yuxudan duran kimi çəkməyə borclu hiss edirsinizmi? İşləriniz və ya günlük həyatınız siqaret çəkməyinizə, elektron siqaret və veyp çəkməyinizə mane olurmu? Hər yerdə çəkə bilirsiniz. Siz bilirsiniz ki, ənənəvi siqaretləri hər yerdə çəkə bilmirdilər. Qoxusu, amma bu veyplər buxar olduğu üçün çox zaman ətrafı qıcıqlandırmır və çox rahatca istifadə edə bildikləri üçün istifadə müddətləri artır. Artan istifadə müddət, artan asıllıq deməkdir, artan zərərlər deməkdir. Və bu çalışmanın ortaya qoyduğu rəqəmlər göstərdi ki, ilk 12 ay ərzində nəinki buna atanlar, hətta heç ənənəvi siqaret istifadə etməyən insanlar belə veyp çəkməyə başlayıblar. Atanların içərisində 12 aydan sonra bura ənənəvi siqaretə qayıdanlar da var. Və son nəticələr verdi ki, heç bir halda bir vasitəyə çevrilməyib ənənəvi siqaret atmaq üçün.
Əksinə, Yəni, siqaretin heç bir yayılması tərəfdən üçün faydası yeni bir görülməyib. növüdür. Hə, yeni bir növüdür, bir alt tipidir, bir necə deyərlər, o qutusunu dəyişmiş bir formasıdır. Heç də geri qalan bir halı deyil, ortaya qoydu. Və veyplərin sonra ilk çıxan halından baxsaq, illərlə quruluşu dəyişib. Mən onun tarixinə çox yaxından baxmışam və görürəm ki, getdikcə USB formasında, flaşka formasında, belə brulok formasında, rəngarəng, xanımların diqqətini çəkmək üçün, gənclərin diqqətini çəkmək üçün çox al-əlvan rənglərdə, gözəl tamlarda, hansı ki, bir çox tamlar var, xüsusən tənəffüs sistemi üçün qadağan olunmuş efir yağlarıdır və bunlara baxmayaraq və onlar reklamlarını necə apardılar, insanlar tamamını necə çəkdilər, sosial şəbəkələr üzərindən. Hətta belə bir çalışma mənim qarşıma çıxmışdır ki, bir neçə böyük sosial şəbəkələri denetləyiblər, reklamın qarşılarına çıxması, insanların cəlb edilməsi və birbaşa olaraq deyil, hər zaman dolayısı yolla, birbaşa olaraq qadağan olunduğu üçün onlar dolayısı yolla, təzadüfən hər hansısa bir veriliş əsasında masanın üzərində, və yaxud canlı yayım açıb sosial mediada əlindədir. Eynən. Onu başqa bir söhbətdən danışır, amma əlindəki odur. İnsanların diqqətini çəkir bu şəkildə və belə də davam etdiyi müddətcə təbii ki, onlara marağın artmasına səbəb olur. Lakin zaman içərisində gələn nəticələr ondan nə qədər uzaq durmalı olduğumuzu göstərir. Tütünsüz olsa da nikotinsiz deyil, tütünsüz olsa da zərərsiz deyil. İstər kanserogen maddələrdən 4000-ə yaxın zərərli maddə aşkar ediliblər bunların tərkibində. Hansı ki, məsələn, akriloin maddəsi var, birbaşa olaraq kanserogen hesab olunan maddədir. Asataldehid var, birbaşa olaraq kanserogen maddə hesab olunur. Hansı orqanların xərçəngi daha çox görülür? Daha çox görülən təbii ki, ilk təmasda qalanlardır. O zaman biz hansı sistemlərimiz zədələnmiş oluruq deyə düşünək. Öncələr deyirdilər ki, tüstü gözləri qıcaqlandırır. Buxar da gözləri qıcaqlandırır. Əslində, bir baxsaq ki, biz bir veyp və ya elektron siqaret istifadə etdiyimiz zaman nə ilə təmasda oluruq? İlk öncə onun buxarı ilə, buxarı selikli qışağımızı, ən yaxın selikli qışaq gözlərimizdə, burunun içərisində və ağız boşluğundadır. Elə problemlərin başlama nöqtəsi olur. Buxarlı görmə anlayışı var və veyp istifadə edənlərin ən çox dediyi şikayət budur, bulanıq görmə şikayəti. Və göz quruluğu. Bəli, və göz quruluğu. Bunlar onların ən çox elədikləri şikayətlərdir. Bu şikayətlərlə müraciət və xüsusən bunu veyplə əlaqələndirilmiş yazıları var, təsdiqlənmiş formaları var. İkinci bir forması qoxu hissiyatının zəiflənməsi. Onlar burun selikli qışasının zədələnməsi, qoxu sinirinin zədələnməsi, onların qoxu hissiyatının zəifləməsinə. Dad reseptorları zədə görür bunun sayəsində. Onlar qıcıqlandırıcıdır, yüksək ehtimallı qıcıqlandırıcı. Gün ərzində istifadə etdiyimiz zaman həmin dad bilmə təhrif olunur. Təhrif olunduğunda iştahsızlığı yaranır o insanların. Aha, çox üzr istəyirəm, sözünüzü kəsirəm. Deməli, veyp istifadəçilərində görmədə problem yaranır, dad qoxu bilmədə problem yaranır, başqa hansı problemlər yaranır? Bu haqda birazdan Günay xanımla söhbətimizi davam etdirəcəyik. Sırada reklamlarımız var, amma reklamlardan öncə mən istəyirəm verilişimizin baş sponsoru Ştada şirkətinə öz təşəkkürümü bildirim. Kalsium D3 Nikomet, portağal və limon dadlı çeynəmə tabletlərini sizə təqdim edir. Kalsium və D vitamini defisitinin profilaktikası məqsədi ilə, həmçinin kalsium və D vitamini defisitə riski olan pasientlərdə osteoporozun müalicəsi zamanı əlavə terapiya qismində kalsium və D vitamini qəbulu üçün nəzərdə tutulub. 25 ildən artıq mövcud olan preparattır, sınanmışdır. Hamilələr və 3 yaşından yuxarı uşaqlarda kalsium D3 Nikomet preparatını istifadə edə bilər. Təşəkkürlər baş sponsorumuz Ştada şirkətinə. Digər sponsorumuz İdman həkimi Fərid Səlimovdur. Böyük Britaniya təhsili İdman həkimi Fərid Səlimov müasir fizioterapevtik yanaşma ilə sizin xidmətinizdədir. Diziniz, onurğanız, çiyiniz, əzələləriniz ağrıyırsa, daha tez və müasir idman yanaşması ilə sizi Dr. Fərid Səlimov müalicə edə bilər. 055 318 83 94 nömrəsinə zəng etməyiniz kifayətdir. Reklamlardan sonra davam edəcəyik. Verilişin baş sponsoru Kalsi D3 Nikomet.